Yaşlı adamlar olur, hörmətli adamlar olur. O dadlı qardaş o dadlı. Allah haqqı. Murat Qutabı adına yediyimiz qutab. Amma qəşəng dəqiq. Əvvəlki adı Xilə olan hər zaman özünün tanınmış dahi şəxsiyyətləri ilə seçilən, fərqlənən, tanınan Bakının daha bir kəndinə, Əmircana gəlmişik. Bəli, bu dəfə də burayla tanış olmaq istəyirik. Görək nə var, nə yox. Hələ 70 yaşım var mənim. Hələ gör, anadan da burada olmuşam, burada yaşayıb gəlsələr. Əmircan deyəndə nə yada düşür? Ümumiyyətlə, Əmircan hər zaman nə ilə seçilib, nə ilə fərqlənib? Yaşlı adamlar olur, hörmətli adamlar olur. Hələ indi də var, şükür Allah. Oxumuşları ilə, alimləri ilə mən həmişə məşhur olur. Azərbaycanın görkəmli şairi Tofiq Bayram və xalq rəssamı Səttar Bəhluzədə də Əmircan kəndindən idi və onlar öz vəsiyyətlərinə uyğun olaraq kənd qəbristanlığında dəfn olunublar. Səttar Bəhluzədə ilə Tofiq Bayram da demək olar ki, dost olublar, bir kənddəndilər, məclislərdə həmişə bir yerdə olublar. Onu da qeyd edim ki, Tofiq Bayramın həmişə evi qonaqlıq qaralı olub. Əmircana gələn qonaqlar, ziyalılar, gələnlər Tofiq Bayram hamısı üçün xilə qutabı bişirtdirib, qonaqlıq eləyib həmişə. Şəmsi Əsədullayev Azərbaycanın milyonçusu olub. Hansı ki, bizim kənddən, Xilə kəndində anadan olub. Əvvəldən Xilə kəndi olub, sonra 14-cü əsrdə Əmircan adı verilib bizim kəndə. Əmircan nə deməkdir dayı? Əmirlik olub burada. Həcə gedənlərdir, yol keçənlərdir. Həm burada karvansarı olub, karvan keçib, karvan yolu olub. Əmir Hacın tikdirdiyi məscid olub orada. Bəlkə də 13-cü əsrdən qabağa gedir o tarixi. Onu hər adam bilmir. Bilirsiniz, O Əmir kimdir bəs? Əmir o Əmir uca mən daha bilmirəm. Əmir Fəxrəddin oğlu olub. Onu Şirvanşahlar dövründə Şirvanşahı haca gedənlərin əmiri təyin edib. Görkəmli şəxsiyyət olub, Seyid nəslindən olub, Seyid olub. Cəmaatın ona hörməti, rəğbəti böyük olub. O rəhmətə gedəndən sonra onun adını əbədiləşdirmək üçün Əmircan adını veriblər bu kəndə. Əmir adı olub, can sözün cəmaat ona müraciət eləyəndə Əmircan can sözü müraciət ediblər ki, Əmircan şirinlik üçün. Mən belə eşitmişəm. Ona görə hələ Əmircan qalıb. Gözəl kənddə qardaşlar. Allah Əmircanda dahi o cür dahi kişilər yaşayıb. Səttar Bəhluzədəmiz, Tofiq Bayramov. Bəs Əmircanı Bakını hansı kəndə dəyişərsən? Heç birinə. Yəni Əmircanın yeri bir başqadır. O dadlı qardaş o dadlı. Əmircan bugün müasirləşir, yenilənir və yeni evlər, yeni tikililər inşa olunur. Amma bununla belə Əmircanda yenə də köhnə evlər var və